Hər birinizi xoş gördüm dəyərli Merac Media TV izləyiciləri. Mən Elmnaz Osmanova. Bugün burada Merac Media TV ekranlarında olmaq mənim üçün sadəcə bir çıxış deyil, bir çağırışdır. Gəncliyin, arzuların, dəyişimin səsi olmaqdır. Mövzumuz təhsildir. Bəli, hər kəsin haqqında danışdığı, amma çox az adamın tam dərk etdiyi bir mövzu. Gəlin təhsili sadəcə sinif otaqları və imtahanlarla məhdudlaşdırmayaq. Təhsil insanın özünü dərk etməsi, içindəki potensialı kəşf etməsi, suallar verməsi və cavablar axtarmasıdır. Təhsil həyatın hər anında bizimlə birgə addımlayan görünməz bir dostdur. Biz təhsili yalnız gələcəkdə iş tapmaq üçün deyil, dünyanı anlamaq üçün seçməliyik. Məni bu yola çıxmağa vadar edən bir cümlə var. Öz gələcəyini gözləmə, onu özün qur. Bəli, təhsil bizim gələcəyimizi öz əllərimizlə tikməyimiz üçün bizə verilən bir vasitədir. Etnik mənsubiyyətindən, yaşayış yerindən, sosial vəziyyətindən asılı olmayaraq hər bir gəncin təhsilə çıxışının olması zəruridir. Çünki təhsil bərabərlik gətirir, təhsil imkan yaradır. Təhsil ruhda olan azadlıq hissini qidalandırır. Əgər biz bugün öyrənməyi seçsək, sabah idarə etməyi bacaracaq. Əgər bugün özümüzə yatırım etsək, sabah cəmiyyətə təsir edə biləcəyik. Mənim arzum hər bir gəncin öz yolunu tapmasıdır. İstər elm, istər sənət, istər texnologiya. Amma bu yolların hamısı bir nöqtədə birləşir. Öyrənmək. Gəlin birlikdə bu öyrənmə yolunda irəliləyək, suallar verməkdən qorxmayaq, səhv etməkdən utanmayaq. Hər uğursuz cəhd bizi daha güclü edir. Təhsil bizi insan edən, bizi özümüzə yaxınlaşdıran bir gücdür. Unutmayaq, təhsil gələcəyimizdir və bu gələcək bizim əllərimizdədir.